Bu videoda büdcənizə və cibinizə necə qənaət edə bilərsiniz, onu öyrənəcəyik. Hamıya salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Bu günlərin mən sizlərə Pinduoduo və Temu saytlarındakı yerləşən ortaq məhsulların qiymət fərqlərini sizlərlə birlikdə incələyəcəyik. Əsas məqsədimiz odur ki, eyni məhsulun daha ucuz versiyasını biz Çin bazarında tapmaqdır. Yəni ki, məsələn, keyfiyyət itkisi olmadan, atıram Temuda bu corab 5 manatdır, amma Pinduoduo'da biz onu 3 manata tapacağıq və yaxud da 2 manata tapacağıq. Əsasən belə fərqlər olacaq. Videonun gedişatında həm elektronika, həm geyim, həm kosmetika, əlavə olaraq da digər məhsullara göz gəzdirəcəyik, hansı ki, müqayisə etmək üçün mütləq və mütləq videonun sonuna kimi izləyin. Çox maraqlı bir video sizi gözləyir. İndi isə çox vaxtınızı almadan keçək videoya. Dostlar, biz indi Temuya daxil olacağıq. Bir dəqiqə. Temuya daxil olduqdan sonra əsasən burada elə qarşımıza çıxan məhsulların hardasa 5 dənə məhsul götürəcəm. O 5 dənə məhsulun ekran görüntüsünü alıram və Pinduoduo'da axtarışa verəcəyik. Bu məhsulların qiyməti neçədir? Məsələn, make-up. Başqa bir şey də yaza bilərik. Məsələn, pomada. Məsələn, 1 manat 77 qəpiyə satılan bu pomada. Bunları götürdükdən sonra biz nə edəcəyik? Daxil oluruq qaleriyamıza. 1, 2, 3, 4, 5. 5 dənə məhsulumuz var. İlk olaraq bu məhsuldan başlayacağıq. Bu məhsulu gedəcəyik Pinduoduo'da axtaracağıq ki, qiyməti neçədir. Nəzərinizə çatdırım ki, Pinduoduo'da qiymətlər yuanla yazılır. Və həmçinin Pinduoduo'dan sifarişin gəlməsi üçün bu videoya ən aşağısı 150-200 dənə like gözləyirəm. Hal-hazırda aktivliyimiz aşağı düşüb 42 min izləyicimiz var, amma mən sizə minimum bir tələb qoydum ki, 150-200 aralığında like gəlsə, inşallah artıq bu video gələcək və Pinduoduo'da çıxdı. Deyə bilərsiniz, burada niyə müxtəlif qiymətlər yazılıb, mən sizə onları izah eləyəcəm. Baxın, burada saylar dəyişə bilir. Ona görə, yəni belə yazıla bilər. Biz ilk olaraq, məsələn, ən ucuzuna baxacağıq. 1.18-ə yazılan. Bunu sifariş etməyə vururuq və görürük ki, 20 dənəsi, baxın, burada yazılıb 20 cütü, hardasa 13 yuandır. Burada isə 5 cütü 2 manatdır. Biz gedəcəyik Google Chrome-a, yazacağıq axtarış yerinə. Yuan to Azein. Burada yazacağıq 13 yuan. 13 yuanımız 3 manat 21 qəpik eləyir və 20 cütü burada 3 manat 21 qəpiyə olan corab Temuda 5 cütü 2 manat 24 qəpikdir. Əstağfurullah, burada məndə 2 manat 24 qəpik olmalı deyil. Baxın, 6 manat 64 qəpikdir. Məndə kredi balansımda pul var deyə belə göstərir. Baxın, 6 manat 64 qəpik. İndi fikir verirəm. Gördüyünüz kimi göz qabağındadır qiymət fərqi. Növbəti məhsulumuza keçirik. Bu məhsul da 25 manatdır. Qaydırıq biz ən arxaya və burada şəkillə axtarış yerindən həmin məhsulu seçəcəyik. Deməli, biz seçəcəyik bu məhsulu. Axtarışa veririk. Nəzərinizə çatdırım ki, çeşidlərin əksəriyyəti oxşardır, yəni Temuda da, Pinduoduo'da da. Yəni, demək olar ki, bir çox məhsulları tapa bilərik. Gördüyünüz kimi çıxdı. Birəbir eyni məhsuldur. Ən ucuzu 200 wattlıq olandan söhbət gedir. Aha. 200 wattlıq hansıdır? 200 wattlıq lazımdır. Güc olaraq eyni olsun. Hətta bu 1500 wattlıqdır, səhv eləmirəmsə. Hə, birəbir eyni. 46 yuandır. 46 yuan 11 manata, amma Temuda 25 manatdır. Gördüyünüz kimi, baxın, aşağıda bu qiymət var, 25 manatdır. 11 manatlara, 25 manatlara. Növbəti məhsulumuza keçək. Növbəti məhsulumuz bizim deməli case-dir. Case-i də gedəcək axtarışa verəcəyik. Baxın. Birəbir eyni case-lərdir. Birəbir eyni case-lərdir demək olar ki. Mən sizə indi göstərəcəm. Aha. Baxın, burada müxtəlif qiymətə tapa bilərik.
ən bahalısı 29 yuanı, böyük ehtimal ki 17 Pro Max üçündür, ona görə qiyməti baha qoyublar. Amma ümumilikdə götürsək eyni case-dir də, belə deyək. 5 yuana tapmaq mümkündür, 7 yuana tapmaq mümkündür. Daha ucuzlarını da tapa bilərik. Məsələn 3 yuana burada var, MagSafe. 5 yuanımız isə 1 manat 23 qəpik eləyir. Burada isə 5 manat 60 qəpikdir. Dostlar, yuxarıda 1 manat 61 qəpiyə baxmayın. O mənim kredi balansımda pul var. Kredi balansımdakı pulu çıxır. Ondan sonraki qiyməti deyir 5 manat 60 qəpik. Sonra növbəti məhsulumuz bu krasovkadır. Bunun da qiyməti 14 manat 67 qəpikdir. Gedək bu krasovkanı axtarışa verək. 14 manat 67 qəpikdir. Birə-bir eyni krasovkadır gördüyünüz kimi. Ən ucuz harda tapa bilərik? 15 yuandır gördüyünüz kimi. Daha ucuzlarını da axtarıb bəlkə tapa bilərik. 15 yuanımız nə qədər eləyəcək? 3 manat 70 qəpik. Gördüyünüz kimi. Burada neçədir? 14 manat. Növbəti məhsulumuz əsasən xanımlar istifadə edir. Yəni 2 qəpiyə pomada ola bilməz təbii ki. Bu balansımda olan puldan çıxılıb deyənə ilə yazılıb. 2 manat 72 qəpik pomadamızın qiymətidir. Və biz bu pomadanı axtaracağıq indi. Görək bu pomadanın birə-biri varmı? Aha. İmenli. Mən tam bilmirəm. Oxşar pomada olaraq baxın. Sanki baxın bu 4 yuanı olan var. Bax bu çox oxşuyur. Bəli, birə-bir eynidir. 4 yuandır. 4 yuanımız nə qədər eləyir? Yəni 1 manat hardasa. Bəlkə ucuzunu da tapa bilərik. Amma Temuda onu neçəyə qoyublar? 2 manat 72 qəpik. Gördüyünüz kimi əlavə belə deyək, məlumata ehtiyac yoxdur. Temunun üstünlükləri odur ki, birbaşa sifariş edirik, gəlir. Pinduoduo'nun üstünlüyü isə odur ki, məhsulların qiymət fərqi çox böyükdür. Lakin burada bir məsələ var ki, burada kargo ilə gətiririk, əlavə xarici ünvan vasitəsilə. Və dediyim kimi, Pinduoduo'dan video gələcək onsuz da, amma daha tez gəlməsi üçün mütləq bu videoya 150-200 like gəlməlidir ki, biz belə deyək, bu videomuzu daha tez paylaşaq. İnanıram ki, sizlərin hər biri üçün faydalı bir video oldu. Və dəyərli izləyicilər, daha bir videonun sonuna gəldik, çatdıq. İnanıram ki, hər biriniz üçün faydalı bir video olmuşdur. Özünüzə çox yaxşı baxın, gələcək videolarda görüşənədək hələlik.